Madem ki əri izin vermir, qardaşı izin vermir, atası izin vermir, vəliləri izin vermir, gizlindən bir qadın Facebook'a girirsə, o qadın xain qadın sayılır. Xəyanət eləyir o qadın. Əmin olun, qardaşlar bir söz deyəcəm, əmin olun. Vəlisi izin vermədiyi halda Facebook açan özünə gizlində, Instagram açan, sosial şəbəkəsi açıb orada yazışan, orada olan qadın sabah zina eləsə, pozğunluq eləsə, əxlaqsızlıq eləsə, şaşırmayın. Çünki oğurluq bankalar yarmaqdan başlamır. Oğurluq hardan başlayır? Yumurta uğramaqdan. Yavaş-yavaş. Bugün sənə əgər arvadın xəyanət elədirsə, getdi gizlin adlarla. Bilirsiniz qardaşlar, öz adları ilə yazmırlar ki, birdən əri bunları tapar, rastlaşar. Başqa adlar yazırlar. Gizlətə bilsinlər deyə özünü. Əgər bir qadın buna cəsarət eləyirsə, sabah o qadının fahişə olmasına təəccüblənmə.